Herkese salam. Kanalıma hoş gelmişsiniz. Bugün Trendyol'dan aldığım ayakkabılara birlikte bakacağız. Gittik. Her biri faizden giyinecek. Uy ne böldü bu açabilirim. Demek markasını göstereyim. Ayakkabının materialları çok geçerli. Derisi. Kenarlar dikişlidir. Modeli de geçerli. Bunları anlamışın almışıq. Neçədir? 40 razmerdir. Ancaq sanki payızda giyinəcək ayaqqabı kimi deyil də, yazda giyinəcək ayaqqabı kimi nazikdir. Yəni fikirləşirəm ki, bunun içi rahat da olsa, nə bilim, özü qəşəng də olsa, bunu payızda giyinmək biraz qeyri-mümkün kimi görsənir mənə. Qoyum burada. Digər ayaqqabı ilə davam edim. Bu onun desəm fikridir, çəkilir, belə bu markadır. Biraz ayaqqabı özü cırıq gəlib, səliqəsiz gəlib. Ancaq ayaqqabı özü çox qəşəngdir, səliqəlidir. Materialı da, modeli də çox qəşəngdir. Qiymətli, uyğun qiymətə almışıq. Qiymətlərini yazaram əgər istəsəz. Çox bəyəndim. Həm də çox yüngüldür ayaqqabı. Belə dabanlar ümumiyyətlə çox rahat olurlar. Bir də orada yazılmışdı ki, ayaqqabı razmerə alın. Yəni öz razmerinizi alın. Kiçik almayın. Bu ayaqqabını çox bəyəndim. Qəşəngdir. İndi isə son 3-cü ayaqqabı ilə davam edək. Markası budur. Və ayaqqabı. Bu ayaqqabı modellərini çox bəyənirəm. Ona görə ikisini də sifariş vermişdik. Ancaq dabanlarında fərq var. Bir də belə baxanda hiss edərsiniz ki, səliqələrində, tikişlərində də fərq var. Bu ayaqqabı, sol əlimdə olan ayaqqabı, hündür görsənən ayaqqabı daha səliqəli görsənir. Bu sağ əlimdəki isə daha belə kobud görsənir. Tikişləri biraz elə bir səliqəsiz, material da elə bir ki, o deyil. Bu yumuşaq materialdır, elə bir ki, biraz açılacaq, amma bu elənçi deyil. Bu çox səliqəsiz görsənir və çox bərkdir. Belə sizə də göstərim. Siz hansını bəyəndiniz, onu kommentlərdə yazın. Səhifəmə abunə olun, videolarımı bəyənin, paylaşın, mənə dəstək olun. Sağ olun, sevgilə qalın.